Hər birinizi yeni videomda salamlayıram dostlar. Daha əvvəl göstərdiyim bir proyekti yenidən sizlərin nəzərinizə çatdırıram. Yəni əvvəlki videoları çəkdikdə balansımız 200 dollar idi, 250 civarında idi və ödəniş də aldığımızı bu proyektdən göstərmişəm hətta. Bu günləri bu proyektin yeni qazanc növünə baxdım. Qeyd edim ki, videoya keçməzdən əvvəl o məsələni də qeyd etmək istəyirəm ki, videoda qəti sürətli yatırım tövsiyəsi vermirəm. Qısacası video yatırım tövsiyəsi deyil dostlar. Sadəcə olaraq yatırım etmək istəyən dostlarımız öz riskləri daxilində öz araşdırmalarını edərək yatırım edə bilərlər. Mən öz qazandığım proyekti sizlərlə birlikdə paylaşıram dostlar. Görək həqiqətən də bu proyektdən necə belə desək qazanc əldə etmək olacaq. Bunu gördüyünüz kimi bizim balansımızda 1200 dollarlıq bir ödəniş var, yəni USDT var. Və balansımızı sizlərlə birlikdə artırmağa çalışacağıq dostlar. Yəni qeyd etdiyim kimi, yəni videoda heç bir yatırım tövsiyəsi vermirəm dostlar. Yəni bütün risk bu proyektdə özünüzə aiddir. Bir məsələni də qeyd edim ki, abunə olub bildirimləri açmağı və video like atmağı unutmayın. İndidən hər birinizə çox-çox təşəkkür edirəm. İndi keçək dostlar öz videomuza. Gördüyünüz kimi qarşımızda qeydiyyatdan keçən zaman belə bir səhifə gələcək. Buradan Bakıya bölməsinin üzərinə klik edib öz balansınızı görmüş olursunuz. Yəni yatırım və çıxarışları etmə bölməsi də bu bölmədəndir. Yəni bu bölmə vasitəsilə edilir. Bizim əsas belə desək məqsədimiz ana sayfa bölməsi üzərinə klikləyib buradakı müxtəlif oyunlardan qazanc əldə etməkdir. Digər videoda bu proyekti sizlərə göstərmişdim. Yəni bu oyun üzərindən qazancı göstərmişdim. İndi isə 3-cü xanadan olan oyunu seçirik və gördüyünüz kimi qarşımıza belə bir səhifə gəlir dostlar. Buradan mən çox kiçik məbləğdə yatırım edəcəm. 0.1 dollarlıq bir yatırım edirəm gördüyünüz kimi. Bu qədər məbləğ yatırım etdim və onaylamaq bölməsinin üzərinə klikləyirəm. Mən nəyə görə bu məbləğlə girdiyimi sizlərə daha ətraflı bir şəkildə göstərəcəm dostlar. 0.1 ilə də girə bilərsiniz və yaxud da mənim balansım çox olduğuna görə 1 dollarla da girirəm. Və buradan Confirm bölməsinin üzərinə klikləyərək tamamlamaq bölməsinin üzərinə klikləyəcəm. Burada 3 xana seçməlisiniz ki, 5 hansı ki mina var, bu minalara düşməmək şərti 3 xana seçməliyik. 3 xana seçdikdən sonra biz qazanc əldə edirik və yuxarıda 9 dəqiqə vaxtımız var. 3 xanadan biri mayına düşsə biz balansımız azalacaq dostlar. Yəni 1 dolları itirmiş olacağıq. Tutaq ki, bu bölmədən başladım. Bu bölmədən kliklədim və bir də bu bölməni seçdim. İstədiyiniz qədər siz buradan seçə bilərsiniz. Yəni 16 xanadan seçə bilərsiniz və mən 1 mayını seçdiyimə görə gördüyünüz kimi balansımız artıq azaldı dostlar. Zaten buradan da aşağı bölmədən görmüş olursunuz. Daha sonra 3'ə vur 3x var bu bölmədə. 3x-ə kliklədikdən sonra yenidən onaylamaq bölməsinin üzərinə klikləyirəm dostlar. Yəni siz buradakı məqsəd nədir? Gördüyünüz kimi yenidən uzun və yenidən 3x-ə kliklədikdən sonra 9 dollarlıq bir belə desək ödənişə tamamlamaq bölməsinin üzərinə kliklədim və yenidən bu belə desək oyunu oynamağa başladım dostlar. Və gördüyünüz kimi artıq qazancımızı qazandıq və şimdi yerləş bölməsinin üzərinə kliklədik. Gördüyünüz kimi artıq bizə 17.63 dollar bizə ödəniş edəcək və gördüyünüz kimi dostlar başarılı oldu, qazancımız yazıldı və balansımız artıq əvvəlkindən də yüksək məbləğə çıxdı, 1202 dollar oldu. Yəni bu sadəcə bir strategiyadır. Yəni bu strategiyanı mən öz belə desək qazancımda istifadə edirəm, öz belə desək proyektdə öz strategiyam olaraq istifadə edirəm. Siz də yəni kiçik məbləğlərlə başlamısınızsa, bu strategiyadan istifadə edə bilərsiniz ki, hansı ki 10 oyun oynasaz, 7-sini uduzsaz, 3-ünü qazansaz, siz ətraflı bir şəkildə, yəni 3 qat siz qazanc əldə etmiş olursunuz. Tutaq ki 0.1 belə desək dollarla da başlasanız, siz bu bölmədən də balansınızı kiçik məbləğlərlə artıra bilərsiniz dostlar. Yəni sadəcə bir dəfə udmağınız digər məbləğləri itirsəniz belə qazanca doğru getməyiniz deməkdir. Yəni bu göstərdiyim strategiya vasitəsilə də belə desək uduzma şansını daha minimuma endirmiş oluruq dostlar. Yenə də bu proyektdə belə desək itirmə şansımız olduğuna görə də müəyyən bir risk var. Yəni belə proyektlərə yatırım tövsiyəsi vermirəm dostlar. Sadəcə olaraq mən 250 dollarla keçən oyunda da videoda göstərdiyim kimi həmin balansı artırmışam. Yəni əlbəttə ki çıxarışlar da etmişəm. Ancaq həmin balansı artırmışam dostlar. Yəni əlavə yatırım etməmişəm. Sadəcə bir dəfə yatırım etdim keçən videodakı kimi və hal-hazırda da həmin balansdan istifadə edirəm. Yəni heç bir əlavə yatırım etməmişəm dostlar.
Para yatırma necədir? Para yatırma bölməsinin üzərinə klikləyərək buradan USDT TRC20 adresinin üzərinə klikləyib TRC20 adresi üzərindən yatırım edə bilərsiniz dostlar, istədiyiniz məbləğ qədər. Əlbəttə ki, sizlərə bonuslar da verilir. Əgər siz buradan gördüyünüz kimi 4 dollar yatırım edib 12 dollarlıq bir belə desək oyun oynasanız, yəni ümumilikdə 12 dollar oyun oynasanız 0.48 dollar sizlərə bonus verilir. 100 dollarlıq bir balans yükləyib 300 dollarlıq oyun oynasanız gördüyünüz 12 dollar sizlərə balansınıza ödəniş edilir dostlar. Və həftəlik yatırım bonusları da var dostlar. 50 dollardan yüksək məbləğdə yatırım etsəniz həftə ərzində 2.5 dollar, 100 dollara 4 dollar, 200 dollara 6 dollar və digər ödəniş qazanclarını da görmüş olursunuz. Eyni zamanda aylıq qazancları da bu bölmədən görmüş olursunuz. Yəni aylıq yatırım və onun bonuslarını da bu bölmədən görmüş olursunuz dostlar. Videomuz bu qədər idi dostlar. Bir məqamda nəzərinizə çatdırım ki, bunların Telegram kanalı var, hansı ki həmin sizlərə göstərdiyim oyunda sadəcə olaraq siqnallar verir. Amma mən sizə göstərdiyim strategiya daha belə desək, mənim üçün uyğundur deyə mən bu bölmədən istifadə etmirəm dostlar. Proyektin linki də şərhlər bölməsində olacaq. Oradan daxil ola bilərsiniz. Videomuz bu qədər idi dostlar. Kanalımıza abunə olub bildirimləri açmağı və videoya like atmağı unutmayın. İndidən hər birinizə çox təşəkkür edirəm. Sağ olun, salamat qalın.